Dostlar salam. Salam. Bu dəfə çox maraqlı bir qonağımız var. Rəşad Şir ilə birlikdə qadınların ictimai və siyasi fəaliyyətindən danışacağıq, aktivliyindən danışacağıq. Ümumilikdə geniş bir mövzudur. Necəsiz? Sağ olun, Xoş çox sağ olun. gəlmisən. Çox sağ Sağ olun olun ki, ki, dəvət gəldiniz. elədiniz. Özüm Çaya görə verim. də çox sağ olun. Özüm verim birinci sual. Ver. Deməli, keçən dəfə biz yaxşı və pisdən danışırdıq. Dedim ki, gəlin gedək lap geriyə mağaraya gedək. Görək orada nə olub ümumiyyətlə şər, Orada vəziyyət xeyir. necə Hə, idi? orada vəziyyət necə idi? Bu mövzuda da istəyirəm biraz geriyə gedək. Yəni siyasi rejimi qoyaq kənara, ideologiyanı qoyaq, dini qoyaq biraz kənara. Mağaradayıq və qadın-kişi iş bölgüsü olub da və tutaq ki, qadınlar gedib gərgədan ovlamayıblar. Yəni o mövqedə olmayıblar da. Belə təxmin edirik də, kişilər Əksəriyyəti olub. ovlanmayıb. Hə, Əksəriyyəti. yəni bişirməyi öyrənəndə bişiriblər və ya toxum yığıblar, belədir də. Yəni tarixdən belə oxuyuruq. Bu təsir eləyir qadının bioloji quruluşu, bilmirəm, fiziologiyası təsir eləyibmi ki, əgər bunu iddia eləsək ki, bu gün qadınlar ictimai siyasi həyatda daha azdılar. İndi gəldim birdən oradan bura, amma ki, yəni qadınların necəsə böyük arenaya çıxmağı, onların yəni təsir eləyir onların bioloji quruluşu və yaxud da necəsə ya qadın olmaqları. Bilmirəm ifadə eləyə bildim sualımı ya yox. Təxminən gəlin onda mağaraya bir də qayıdaq. Hə, Yəni qayıdaq. ki, Ya mağarada məncə- ümumiyyətlə Yəni qadın hardan geridə başlayıb qalırdı deyəndə mı? gedirsən geriyə. Hə, yox, yəni o ibtidai iş bölgüsü əslində belə deyək də, yəni tarix boyu bugünkü günə qədər gələn ənənəyə təsir edir əslində. Yəni ki, əslində yaxşı başladı siz mağaradan. Müəyyən bir bölgü olubdu. Bunun səbəbi yəqin ki, ola bilər ki, hə, yəni ki, kişilər daha fiziki olaraq daha güclü olduqları üçün ova gediblər də. Yəni ki, bu kifayət qədər aydındır, barizdir bu bölgünün səbəbi. Sadəcə olaraq insan mağaradan çıxır nə vaxtsa. Bəli. Ya uzun-uzun min il. İnsan mağaradan çıxdıqdan sonra başlayır toplum yaranmağa, cəmiyyət. Və bəzi qaydalar, bəzi Davranış qanunlar var ki, onlar mağara cəmiyyətinə aid olduğu halda daha sonra cəmiyyət böyüdüyü təqdirdə cəmiyyətlər ki, başlayır daha çox insanlar, kollektivlər formalaşmağa, o qanun və qaydalar artıq əvvəlki kimi işləyə bilmir. İndi bunu necə izah eləmək olar da? Yəni miqyas məsələsi var. Yəni artıq cəmiyyət böyüyür. Qadın da çoxdur, kişi də çoxdur, uşaqlar çoxalır və s. İstər-istəməz Şəhərlər yaranır. şəhərlər yaranır, müharibələr müəyyən təsirlər edir o cəmiyyətdəki gender balansına. Məsəl üçün müharibələrdən sonra kişilər azalır, qadınlar çoxalır cəmiyyətlərdə, hə? Tarixən belə olub da. Bəzi funksiyalar var ki, onları kişilər yerinə yetirməli idi, amma onları yoxdur. Ortada olmadıqları üçün o pozisiyaları, o mövqeləri qadınlar Yəni götürməyə zaman-zaman məcbur. insan bu düşüncəyə gəlib çıxıb ki, hə, qadın da burada iştirak edə bilər. Hə, məsəl üçün deyək ki, 1-ci Dünya müharibəsindən sonra bu çox bariz göründü ki, kişilər hansılar ki müharibəyə getdilər, onlar qayıtmadıqları üçün sənayedə ciddi problem yaranmağa başlayır. O zaman artıq qadınlar işçi qüvvəsi kimi sənayeyə girməyə başlayır. Onlar sənayeyə girdikdən sonra, işçiyə çevrildikdən sonra daha çox hüquqlar tələb etmək bir tendensiyası yaranır. Məsəl üçün 20-ci əsrin əvvəlində İngiltərədə sufrajistlər yaranır. Bunlar kimdir? Bunlar o insanlardır ki, qadınlar, onlar deyir ki, hüquqlar verilsin, seçki hüququ. Çünki tarixən seçki hüququ olmayıb qadınlarda. Bir çox cəmiyyətlərdə. Bəzi cəmiyyətlərdə təhsil hüququ da olmayıb. Hə, təhsil biraz daha sonra gəlir. Qədim Yunanıstan demokratiyanın beşiyi, hə? Azad insanlar ancaq siyasətlə məşğul ola bilir. Azad insanlarda mülkü olan kişilərdir. Və bu sonradan bu çox maraqlıdır. Məsəl üçün Amerika konstitusiyası yazılanda orada da eyni qaydadır. Azadlıq ancaq kişilərə və imkanlı kişilərə aid olan bir şeydir Amerika konstitusiyasında. Təzə yarananda, sonradan təbii ki o balans düzəlməyə başlayır. Belə deyək də,
Mağaradan Niyə mülk bu kişiyə günə aid idi? necə? Niyə mülk kişiyə aid idi? Elə bayaq dediyim söhbət yəqin ki. Mülk kişiyə Çox, aid, yəni niyə necə mülk kişiyə aid haçan o deyil? Üç kişi də yəni olub yəni. hər zaman o orada zaten pozulur. Yəni bu kateqoriyaya cavab verən insanlar ola bilər. Bu kateqoriyada yalnız kişilər cavab Güc və verə mülk bilər kişi deyə. də olub. Yəni əldə Məsəl üçün- eləmə gücü kişi də olub. Əslində Oradan bunun başlayıb da. müxtəlif izahları var. Ümumiyyətlə bizim yaşadığımız dünya artıq çox böyük bir müddətdir ki, mağaradan üzü bu yana maskulin cəmiyyətdir. Yəni kişi cəmiyyətidir. Yəni əsas qaydaları kişilər müəyyənləşdirir. Əsas kapital məsəl üçün kişilərdədir və s. və s. Bu da yəni elə onu soruşmaq istəyirəm ki, yəni bu gücdən gəlir. Yəqin ki, bunun çox müxtəlif səbəbləri var. Yəni sadəcə fiziki gücdən ibarət deyil. Hə? Yəni bax, məsəl üçün niyə kişilər daha çox siyasətlə məşğul olurlar? Ola bilər ki, siyasət də güc məsələsidir. Yəni bir güc Xarizma. oyunudur. Orada kişilər məsəl üçün bu oyunu daha çox necə ki, mağara vaxtı onlar ova gedirdilər. Meydanda ki, onlar olub. o da bir oyundur. Orada da bir oyun elementi var da. Siyasət də təxminən yəni o ova bənzəyən bir məşğuliyyətdir. İntriqa var, azart var, güc var, hiylə var və s. və s. Düzdür, yəni ki, qadınlar da bu hisslərdən məhrum deyil. Yəni məsəl üçün onlar da Başqa vaxt danışanda deyirlər siyasət- ki, qadın fitnəkardır, qadın hiyləgərdir. Yəni qadını uyğunlaşdırdıqları, məsələn, heyvan obrazlarını salanda tülkü kimi hiyləgərdir, pişik kimi qıvraqdır, çevikdir. Yəni əslində həm onu qəbul edib Amma əsrlərlə balaca insanı, çərçivədə qalıb. həm də onu layiq görməyib. Yəni ortada bir ənənə var. Daha bu ənənəyə deyirlər patriarxal ənənə. Patriarxal ənənə nədir? Yəni ata ətrafında yaranan bir mədəniyyətdir. Yəni ailədə ata, dövlətdə ata, kilsədə ata və s. və s. Yəni kişi, ata bu ən vacib element hesab olunur. Bu niyə belə olubdu? Əslində məsəl üçün bu çox yaxşı sualdır, amma həm də çox çətin sualdır. Çünki Təxmin edirəm. tarixən məsəl üçün matriarxat da olub. Yəni sadəcə patriarxal cəmiyyətlər. ənənə olmayıbdı. Deyək ki, nə bilim 5000 il bundan əvvəl matriarxat cəmiyyətlər olub ki, orada qadın əslində yəni rolu daha bu güclü. düşüncənin olmadığı, yəni haça ki fəlsəfə yarandı, düşüncə yarandı, düşüncə elmində fəlsəfə. Düşüncə yarandı, ondan sonra kişi başladı qadın üzərində. Yəni ondan Fikirləşməyə sonra başlayanda. fikirləşdi, yolunu tapdı yəni bunun. Haça ki çox da fikirləşmirdilər, sadəcə yaşamaq üçün, döyüşmək üçün, sağ qalmaq üçün mübarizə apardılar. Onda matriarxat idi. Çünki qadının əlində fiziki artım qadında idi. Çoxala bilən varlıq qadın idi. Onu qoruyan qadın idi. Qənimətlər qadınlar Həyatda idarə edirdi. qala bilmək üçün güc qadında idi, kişidə deyildi. Yəni kişi bu gün də çox nadir kişilər tək həyatda qala bilir. Amma qadın tək həyatda qala bilir. Amma sonra düşüncələr də fikir yarandı. Hansı ki, əslində həm də o fikir cəmiyyəti gətirdi, bu qədər inkişaf elətdirdi. Biz yəni oradan etibarən başlamışıq da inkişaf etməyə. O fikir amma patriarxal cəmiyyəti formalaşdırdı. Bu çox maraqlıdır. Bu yəni ki, söhbət sadəcə fikirdən getmir, həm də məsəl üçün elmdən gedir, də? Yəni sadəcə deyək ki, filosoflar kişi deyil də. Bəli. Riyaziyyatçılar, fiziklər, nə bilim, kimyaçılar və s. və s. Ondan əlavə baxın, məsəl üçün Rejissorlar. bəstəkarlar, qadın bəstəkar tanıyırsınız heç? Yəni ki, Ə, çox ə, az, azdır, çox rejissorlar azdır. da az. Çox az dirijor, Dirijorlar qadın azdır. dirijor çox azdır. və s. Keçən dəfə mən bir proqrama baxırdım. Rusiyada o Salodnikovun söhbətləri var. Orada bir Rus eksperti, o çox maraqlı bir şeydir. Dedi ki, bilirsiniz niyə qadınlar bəstəkar olmur? Ona görə ki, qadının səsi heç vaxt qırılmır da, yəni ki, o Düz gedir, düz dalğalanır. gedir. Həmişə istənilən yaşda məsəl üçün qadının səsi başlayır və gedir. Musiqi yaratmaq ehtiyacı yoxdur. Nə bilim, təxminən belə bir versiya var. Amma dediyim kimi, yəni cavablar o qədər də aydın və universal deyil ki, məsəl üçün niyə
Hə. patriarxal cəmiyyət, yəni ola bilər ki, bir çox səbəblər ortaya qoyula bilər ki, məsəl üçün müharibəni kişilər eləyirdi, intellekti Eləməzdilər, kişilər zəhmət yaradırdı. olmasa. Məsəl üçün müharibə belə bir nəzəriyyə də var ki, yəni bu əslində məsəl üçün o oğlan uşaqları uşaq vaxtından məsəl üçün o oyunları çox sevirlər də belə dava-dalaşla bağlı, şeylə bağlı, yəni o və onu böyüyəndən sonra da müharibəyə çevirirlər. Və dövlətlərin bir-biri ilə müharibə etməsi də əslində kişilərin, yəni o Bu oğlan şura, uşaqlarını bir-biri ilə rəqabəti məsələsidir və s. və s. Məsələn, qadınlar əgər hakimiyyətdə olsaydılar, bu qədər müharibə olardımı, olmazdımı? Məsələn, bunlar tartışılır indi. Yəni bu söhbətlər gedir. Amma deyək ki, mənim öz sahəm, mən məsəl üçün biz müxtəlif ölkələrdə qadınların iştirakını araşdırırıq. Deməli, ictimai siyasi həyatda, seçkidə və s. və s. Yəni Orta Asiyada olsun, Avropada, Şərqi Avropa, Qərbi Avropa, Qafqazlarda 20-ci əsr ümumiyyətlə bu qadınların siyasətdə iştirakı baxımından məsələn çox həlledicidir və bir çox burada böyük dəyişikliklər, sıçrayışlar olubdur. Konvensiyalar qəbul olunubdur. Məsəl üçün SIDO konvensiyası var da, yəni qadınların qarşı ayrı seçkiliyin qadağan olunması. Ölkələr var ki, onlar çox ciddi yerlərə gəliblər. Məsəl üçün Skandinaviya ölkələri. Orada hökumətlər, kabinetlər bəzən əksəriyyət qadınlardan ibarət olur. Parlamentin 40%, 50% məsəl üçün görürsən ki, qadınlardır. Deyirlər ki, yox, daha çox olmalıdır qadınlarda. Amma yəni bizim tərəfə gəldikcə şərqə görürsən ki, bu rəqəmlər, faizlər düşür aşağı. Bax o maskulin rəqabət ki var ha. Biz deyirik ki, məsəl üçün kişilər bir-birindən rəqabət aparırlar siyasi mənada, arenada. Onlar, yəni öz başına buraxsan, onlar çox vaxt imkan vermirlər ki, qadınlar girsin o şeyə. Yəni hətta açıq, sərbəst, azad rəqabət olsa belə, onlar daha yaxşı təşkilatlanıblar, daha yaxşı anlayırlar oyun qaydalarını, daha çox yerlər tuta bilirlər və s. və s. Emosional davranırlar bəzi hallarda. Hə, ona görə, məsəl üçün kvotalar var da, bilirsiniz. Məsəl üçün bir çox ölkələr kvotalar tətbiq eləyir. Bax Məcburi Qırğızstanda kvotalar. Hə? Məcburi kvotalar. Məcburi kvota. Kvota yəni ki, nə deməkdir? Deyək ki, partiyalar əgər parlament seçkilərinə girirlərsə, onlar Gender balansını qorumaq üçün. namizədlər siyahısının müəyyən bir hissəsini qadınlara verməlidir. Deyək ki, məsəl üçün 30%-dən az olmayaraq siyahıda qadın olmalıdır. Namizəd siyahısında. Amma indi baxın, görün nə baş verir. Məsəl üçün partiya 30% siyahısında, məsəl üçün 100 namizəd veribdir, 30-u qadındır və ya 32-si qadındır. Onlar götürürlər, o qadınları qoyurlar lap aşağıya siyahıda. Dolayısıyla o partiya parlamentə girəndə, deyək, yuxarıdan 10 nəfər, 20 nəfər girir, qadınlara gəlib çatmır o şey, siyahı. Bunun üçün, məsəl üçün, kvotaları başladılar daha spesifik eləməyə. Artıq məclisə girənlər. Məsəl üçün, deyir ki, siyahıda hər ikinci yuxarıdan aşağı namizəd qadın olmalıdır. Yəni 1, 2, 3, 4-cü qadın olmalıdır. 5, 6-cı qadın olmalıdır. Yəni ki, qadınlar aparıb lap aşağıya, siyahının dibinə yığmayın da. Onda imkanlar olmayacaq da. Bunu, məsəl üçün, məcbur eləyirlər ki, kvotanı biraz daha spesifik eləyəsən. Nəticə verir bu? Var belə Verir. analizlər. Məsəl üçün Skandinav modelində necə formalaşdı bu ki, orada qadınlar artıq Skandinav modeli biraz daha fərqlidir. Yəni ki, orada ola bilər ki, bəzi yerlərdə kvotalar tətbiq olunur, amma heç kvotasız belə qadınlar ümumiyyətlə ictimai və siyasi həyatda daha çox iştirak etdikləri üçün artıq yəni ki, onlar prosesin içindədirlər. Və bunun yenə də yəni ki, səbəbləri var. Mədəniyyətlə bağlı, coğrafiya, tarix və s. və s. Yəni qadınların rolu. Bayaq məsəl üçün deyirdik, böyük müharibələr olur, Bəli. kişilər gedir,
qırılır müharibədə, qadınlar irəli çıxmağa başlayır. Daha sonra səs vermə hüququnu tələb etməyə başlayırlar. Yəni o aktivləşmə orada hardasa bir 100 il əvvəl başlayır da. Yəni bizdə məsəl üçün çox vaxt deyirlər ki, hə, Azərbaycan Xalq Cümhuriyyəti yarananda Şərqin hə, ilk. qadınlara seçki hüququ vermişdi. Amma ortada axı heç bir ənənə yox idi. Yəni ki, siyasi ənənə yox idi, nə bilim, seçki ənənəsi yox idi. Formal və sairə. olaraq Necə qalır. etməliyik ki, o ənənə formalaşsın? Yəni artıq 30 neçə ildir hələ də o ənənə yoxdur. Yəni hələ də bu gün ucqar deməyim, məsəl üçün Kubikaya gedəndə hələ də qadınların seçkiyə getməsi, səs verməsi uyğun görülmür. Uyğun görmür. Qadın özü də deyir ki, yəni Yəni məişətdə heç necə bir edək buna ki, bir yer qadın- ayrılmır ki, qadın mən sabah cəmiyyətdə, gedəcəm səs verim. Hə, ay solda yəni sabah səs vermədir, seçki günüdür. Bir uşağı kimsə alsın o qadından, qadın getsin yarım saat səs versin, gəlsin. Niyə biz elementar, yəni demirəm gələk idarə edici rollarda qadınları artıraq. Ən azından iştirak edək. Niyə iştirak etmirik? İnsanlar Onun səbəbi bilirsiniz nədir? necədir? Elə bil ki, bir çox şeylər əslində praqmatik səbəbləri var bir çox şeyin, hə? Yəni ki, niyə qadınlar indi biznesdə çox aktivdirlər? Hə? Yəni ki, deyək ki, siyasətdə yox, ictimai həyatda yox. Məsəl üçün bizneslərdə çoxdur qadın. Həm biznesmen qadınlar var, həm də şirkətlərdə işləyən qadınlar çoxdur. Çünki iqtisadi azadlığını ələ almaq istəyən qadınların sayı çoxalır. Yox, yəni ki, orada birbaşa profit var. Yəni birbaşa xeyir var. Mənfəət var. Mənfəət var və o mənfəət əlçatandır. Siyasət və ya ictimai həyat bu biraz qəribədir. Yəni ki, bu biraz elə bir ki, nisiyə məsələdir. Burdan sən nə qazanırsan, qadınlar üçün, məsəl üçün bizim cəmiyyətin strukturu elə qurulub ki, yəni əldə olunan, əldə tutula bilən nəsə bir şey olmalıdır. Bu bir. İkincisi, siyasi və ictimai həyat dediyimiz kimi, yəni daha maskulin olduğu üçün qadınlar üçün çətindir orada rəqabət aparmaq. Stereotiplər var qadınlara qarşı. Yəni ki, o siyasətçi qadın, ictimai həyatda aktiv olan qadın. Müəyyən stereotiplər var ki, onları aşmaq çətindir. Ona görə bir çox qadın yəni uzaq durur o şeydən. Seçki ilə bağlı da, yəni insanlar yenə də yəni o seçkinin nəticəsini görməlidir. Yəni ki, orada əgər məsəl üçün insan istədiyi partiya ya dəstək verirsə, o partiyanın şansları varsa, təbii ki, insanlar daha çox maraqlı olacaq. Yenə mənfəətə getdi. Hə, yəni ki, orada hansısa bir maraq olmalıdır. İnsanı hərəkətə gətirən müəyyən bir maraq olmalıdır. Bu maraq idealist də ola bilər. Məsəl üçün, əslində feminist hərəkat idealizm üzərində qurulub da. Yəni ki, Yəni daha ona çox gəlmək istəyirdim. birbaşa, Məsəl üçün- yəni ki, marağı biraz çətindir təsəvvür etməkdə. Orada görsən ki, daha çox idealizm. Amma o romantik və idealist yanaşmanın belə maraqlı olmalıdır insan onda. Yəni ki, Bu o da səni məişət harasa problemi olan qadın çox da idealist ola bilmir. Yəni bu günündə problemləri varsa, real problemləri, onları həll etmək onun üçün daha labüddür, nəinki xəyalpərəst olsun. Yəni Hə. romantikləşdirə bilmir həyatını, ideyalarını. Əslində həqiqətən ideal ətrafında toplanırlar, amma hər zaman da mənfəət olmur da. Məsəl üçün hansısa bir milli azlıqlar, hansısa bir müxtəlif kollektivlər, qadın olmasın, qadınlı, kişili olsun. Məsəl üçün hansısa bir ideya ətrafında birləşirlər və burada həmin o ideya ətrafında birləşəndə qadınlar yetər qədər də aktiv ola bilirlər. Lakin bu məhz qadınların mənfəətinə gəldikdə onlar daha net mənfəət istəyirlər. Yəni okey, biz bu gün bu fəaliyyəti göstərək, 5 ildən sonra nəsə dəyişəcək, onlara real gəlmir. Lazım olanda belə, lazım olanda belə oluruqsa, Əslində bizə nə problem maraqlıdır? qadınlardadır, yoxsa problem yenə də şərtlərdədir? Mənə gəlir hər ikisi. Yəni söhbət nədən gəlir? Baxın, bax siyasi şeyi danışdıq ki, rəqabət çoxdur, ağırdır, stereotiplər var və s. və burada qadınlar çox az görünür. Amma baxın, Azərbaycanda, tək Azərbaycanda deyil, bütün postsovetdə çox maraqlı bir tendensiya var. Vətəndaş cəmiyyətində qadın liderlər daha çox olur, nəinki siyasi məkanda. Məsəl üçün,
Azərbaycanın bu 90-cı illər, 2000-ci illərinə baxsaq, bir çox QHT-lər məsəl üçün də, onların rəhbərləri çoxu qadın idi. Qadınlar idi. İctimai əslində işdə qadınlar daha çox iştirak edir. İctimai iş, yəni bu çox maraqlı bir şeydir. Yəni burada elə bir ki, belə bir niş yaranıb ki, həm eyni zamanda ictimai və biraz siyasi işlə məşğul ola bilər qadın, Amma tam siyasi ağırlıqlı. amma tam siyasi hədəfə toxunmadan, gəlmədən də. Yəni ki, biraz elə bir ki, orada Orada bəlkə də kənardan çətinlik oynamaq görünür, hə? olur və Həm də bir çox maraqlı tendensiya var. Məsələn, kimsə bir fəaliyyətlə məşğul olduqdan sonra ona belə bir söz deyirlər. Bu gün sabah Milli Məclisə namizəd olarsan. Niyə də olmasın ki? hə, Yəni bunu sanki hə sən elə bil ki, indi bu işləri görsən ki, sabah Milli Məclisə namizəd olasan kimi də deyirlər. yox, yəni Sanki bu pis şeymiş kimi deyilir yəni. mənə gəlir ki, amma bu biraz, məsəl üçün o dediyim ictimai sahə, məsəl üçün o QHT-lər və s. və ya məsələn jurnalistikanı götürək. Məsələn jurnalistikada qadın bilmirəm indi yəni ki, statistikanı demək çətindir, amma gözlə görünən odur ki, kifayət qədər qadın var jurnalistikada. Önə çıxanlar da var. Qadınlar, yəni ki, jurnalist qadınlar çoxdur. Həm televiziyada, həm internet jurnalistikasında, həm vətəndaş jurnalistikası və s. görürsüz ki, qadınlar çoxdur. Bu da ictimai fəaliyyətdir. Amma məsəl üçün baxın, jurnalistikada çox olsa da, məsəl üçün ekspert icmasında, camiasında qadın o qədər çox deyil. Məsəl üçün siyasi ekspert, iqtisadçı, məsəl üçün bir dənə iqtisadçı qadın deyin Azərbaycanda ki, belə məşhur olsun, tanınmış olsun. Politoloq. İqtisadçı yoxdur. Politoloq ki, mən tanıyırdım. Çox gözəl politoloq idi, amma TV-yə çıxmırdı. Qadın yəni TV-yə Yenə də çıxmaq. öndə deyil, yenə də böyük arenada o yoxdur. Hə, Yəni burada məsəl üçün çox maraqlı belə bir şey var, fərq var ki, ekspertiza oradakı məsəl üçün intellekt tələb olunur və s. Qadınlar hansısa səbəbdən orada yoxdur. İndi onu necə izah eləmək olar ki, çəkinirlər, istəmirlər ki, məsəl üçün o intellektual rəqabətə girsinlər kişilərlə. Orada məsəl üçün yoxdular. Amma məsələn təşkilat da yaratmaq və jurnalistikada QHT-lərdə var, jurnalistikada var. Jurnalistlərin arasında çoxdur dediyimiz kimi. Yəni bu məsəl üçün bu çox maraqlı fenomendir ki, ola bilər ki, məsəl üçün jurnalistikada qadın öz fikrini demək məcburiyyətində olmadığı üçün mən belə Tərəfsiz yanaşacaq. fərziyyə, hə. Məsəl üçün jurnalistikada nədir? Qadın gəlir, sual verir. Hə? Jurnalist gəlir, sual verir və cavabı, yəni Öz fikrini cavab demir. verən sanki daha vacibdir, nəinki sual verən də. Və ola bilər ki, məsəl üçün burada yenə də yəni bu çox maraqlı bir fərqdir və mən əslində bunu məsəl üçün çox vaxt anlamağa çalışıram ki, niyə? Çünki jurnalistlər arasında qadın çoxdur. Amma məsəl üçün ekspertlər arasında yoxdur, çox azdır. QHT-lər arasında var, siyasətdə yoxdur. Çox da qəribə olsa da, amma bütün statistikalarda, bütün təcrübələrimizə göstərir ki, məktəb illərində qız uşaqları daha yaxşı təhsil, Daha fəal olurlar. daha fəal olurlar, daha aktiv olurlar, daha irəlidə olurlar. Lakin universitet illərində bu yeri gəlmişkən belə bir araşdırma da var ki, universitet illərində artıq qadınların fəaliyyəti zəifləyir və universitetdən sonrakı, yəni məzun olduqdan sonrakı dövrdə artıq qadınlar Ana daha olduqdan da sonra mı? məişətə çəkilirlər və ona görə də kişilər irəli gedə bilirlər. Yəni məsəl üçün bu gün 18-19 yaşlı oğlanları dindirəndə onlar tez-tez şikayət edirlər ki, qadınlar çox aktivdir, qızlar çox aktivdir, hər yerdə qızlardır. Oğlanlar üçün şərait yoxdur, amma sonrakı illərdə qızlar hamısı çəkilir və oğlanlar üçün də yetər qədər şərait olur. Halbuki şərait yəni hamı üçün var. Niyə qadınlar intellektuallıq tələb edən işlərdə daha azdır? Bu onların intellektual səviyyəsi ilə bağlıdır, yoxsa bu da stereotiplərlə bağlıdır əslində? Mənə gəlir ki, tarix, ənənə və digər məsələlər burada böyük rol oynadı. Yəni dediyimiz kimi, yəni uzun Geriyə qayıtdıq. əsrlərdə Təhsildən kənar qaldılar. belə və bunu məsəl üçün siz 100 ilə bunu bərpa eləyə bilməzsiniz də. Yəni ki, deyək ki, bu başlayıb bu hərəkat, deyək ki, nə bilim 20-ci əsrin əvvəllərində təxminən, hə? Ki qadınlar özlərini dərk etməyə başlayıblar, bu sualları qoymağa başlayıblar və tədricən, yavaş-yavaş harasa gedirlər də. Yəni Təbii olaraq, deyək ki, təbii siz qanun. məsəl üçün 2000 il ərzində formalaşmış hansısa ənənəni
çox rahat üstündən belə xətt çəkə bilməzsiniz də. Yəni ki, bunun kökü var, tarixi var. Və ümumiyyətlə, yəni ki, həm də sual ondadır ki, siz ümumiyyətlə bu balansı qura bilərsinizmi? Mümkündürmü? Lazımdırmı? Elə ona görə bir sual Lazımdır, da hə, verim. o başqa sualdır, hə. Məhz bizim cəmiyyətdə qadınların ictimai, siyasi həyatda o qədər də fəal olmamağını gözlə görünən nəticələr var sizin üçün? Ki, yəni qadınlar daha çox olsaydı belə olardı dediyiniz nüanslar var, maraqlıdır. Yaxşı sualdır əslində. Yəni məsəl üçün təmsilçilik baxımından da, yəni deyək ki, parlamentdə və ya hökumətdə daha çox qadınlar olsaydı, bu ikinci tərəfi nəticələr məsələsi biraz daha gəlişdik də. Məsəl üçün çox həmişə belə bir sual var ki, qadınlar dünyanın lideri olsaydı daha mı az müharibə olardı? Bu hipotetik bir şeydir. Yəni bunu yoxlamaq biraz çətindir, hə? Amma məsəl üçün belə deyək də, Sosial yönümlü olardı məncə, məsəl üçün. hə, yəni Məsələn, empatiya bəlkə daha yüksək ola bilərdi. bəlkə də. Yəni doqma yürütmək mümkün deyil də. Burada sadəcə fərdlərin Belə öz bir məsələ də var da fikri ki, maraqlıdır. məsəl üçün qadınlar o liderlik mövqelərinə gəlib çıxanda, iqtisadiyyat olsun, biznes, siyasət və s. əslində maraqlıdır ki, onlar orada deyək ki, qadınlığı və ya qadın dəyərlərini yox, kişi dəyərlərinə uyğunlaşmağa Deyirlər kişi kimidir. məcbur Yüzdən kişinin olurlar. içinə getsən. Yəni dediyiniz kimi, yəni struktur maskulin olduğu üçün Orada və özünü kodlar, qaydalar bəli. və s. min illərlə formalaşdığı üçün qadın ora düşəndə orada özünü təsdiqləməli olur həm də. o şeyə uyğunlaşmağa, adaptasiya olmağa. Çünki orada çox yeri, çox odur da ona görə. Amma artıq nisbət Baklavadır. dəyişsə, bəlkə onda necəsə dəyişiklik ola bilər. Yəni o da biz bilmirik də, hələ də bilmirik ki, necə ola bilər. Bu həm ayrı-ayrı fərdlərin davranışından asılıdır, həm onların ümumi kollektiv davranışından asılıdır və həm fərdlərin davranışı necə dəyişəcəyi bilmirik. Buna uyğun kollektiv davranış necə formalaşacağı bilmirik deyə çox da yürüdə bilmirik Bəs fərzi. nəzərə alsaq ki, bu yax dedik ki, bunu idarə eləyə bilərikmi? Mən də dedim ki, ümumiyyətlə istəyirikmi? Yəni qadınlar da kişilər qədər tamamilə siyasi fəaliyyətdə də, yəni onlar qədər bərabər fəal olmaq istəyirəm. Bunun da əslində statistikası yoxdur da, bilmirik, istəyirikmi bizim cəmiyyətdə? Biz öz istəyirik sualına heç vaxt özümüz Aha. öz istəyimizlə cavab verməyəcəyik də. Burada artıq bizə əsrlərlə öyrədilən o istəməliyik, Yəni nəticə istəməməliyik etibarilə kimi. də, hə, səbəbi qoysaq, burada empatiya edirsən, nəticə etibarilə. Yenə də dediyim kimi, yəni cəmiyyətlər fərqlidir. Yəni məsəl üçün daha konservativ cəmiyyətlər var bu mənada. Biraz daha açıq cəmiyyətlər var. Biz bu hansı- gender mənasında. Biz hardasa mənə elə gəlir ki, ortada olan Ortadayıq. bir cəmiyyətik. Şükür, Yəni yəni məsəl üçün ortadayıq. Qazaxıstan müqayisə eləyəndə görürsən ki, məsəl üçün orada qadınlar daha sərbəstdir, daha rahatdır, daha açıq hərəkət düşünə bilirlər, davrana bilirlər və s. Bəzi ölkələr var ki, hə, onlara görə biz daha progressivik, daha Bəs tam irəli mühafizəkar getmişik. olanlar? Maraqlı gəldi, biz ortadayıqsa. Tam mühafizəkar olanlar, hə, yəni məsəl üçün Yaxın Şərq var, Səudiyyə Ərəbistan. Səudiyyə Ərəb Ərəbistan ölkələri. Qadınlar bu yenilikcə maşın sürmək hüququnu əldə Pakistan. elədilər. var. Yəni ki, belə daha belə deyək, mühafizəkar ölkələr var. Mənə elə gəlir ki, məsəl üçün Azərbaycan əslində biraz o yeniliyə doğru bəzi addımlar ata bilər və bunu əslində məsəl üçün qanunvericiliklə tənzimləyə bilər də. Məsəl üçün Dediyiniz o məcburi kvotalar. qanunları dəyişməklə və s. Hə, yəni ki, bəzi məsələlər var ki, onları birinci kəmiyyət dəyişikliyinə nail olaraq ondan sonra keyfiyyətə keçmək olar məncə. Yəni ki, bu belə bir nəzəriyyə var, belə bir güman var başa ki, düşdüm. məsəl üçün daha çox qadınları siz təmin etsəniz ki, çünki belə deyək də, o ilkin başlanğıc nöqtəsi qeyri-bərabər olduğu üçün bayaq qeyd etdik də, yəni ki, qadınlar o rəqabətdə biraz, yəni çətindir. O start nöqtəsi biraz, yəni ki, daha aşağıda olduğu üçün müəyyən bir Əvvəlcə imkan təşviq- yaratmalıyıq hə, deyirsiniz. təşviq verilməli. Əslində istək də oradan formalaşa bilər. Bəlkə istəyi də oradan görə bilər. Məsəl üçün bax, işlədiyim ölkələrdən də, məsəl üçün Qırğızıstan, Qazaxıstan, Ukrayna, Moldova, bunlar kvota tətbiq edirlər.
Və mən əslində bilirəm, yəni ki, bu mübahisəli mövzudur. Çünki elə ölkələr var, onlar deyir ki, kvota biraz yəni qadınları aşağılayan bir məsələdir ki, siz onlara fora verirsiniz, çünki onlar özləri o yerləri tuta bilməyəcəklər, ona görə Yəni şey yanaşmadan verirsiniz də. asılıdır Hə. əslində. Amma məsəl üçün mənə elə gəlir ki, bunu test eləmək olar Azərbaycan üçün ki, məsəl üçün parlament seçkilərində qanunu dəyişiklik edirsiniz və bu qədər qadın Heç olmasa 40 dənə. 40 nəfər. 30% məsəl üçün bu ölkələrdə, mən dediyim ölkələrdə o minimum sayılır da ki, ən azından yəni ki, Azərbaycanda bir neçə cinsin faizdir hazırda? bizdə yoxdur elə bir şey. Yox, Qanun. yox, kvota yox. Ümumiyyətlə Neçə faizdir? Çətin. Təxminən 10%. Bu arada Qazaxıstan mənə çox maraqlı model gəldi. Çünki qrup yoldaşlarım var idi Qazaxıstanda. Mənim üçün onlar çox maraqlı кейsdilər. Oxuduq, tələbəliyi bitirdik. Burada Bakıda, Yox, Londonda. Londonda. Tələbəliyi bitirdik. Kənardan baxırsan hamısı çox belə qlamur, belə geyinməyi, gəzməyi sevən qadınlardılar. Elə həyatlarını da elə davam edirlər, amma çox uşaqlıdılar. Ən belə rahat həyat tərzi keçirən qrup yoldaşım və 4 uşağı var. Yəni mən hər il bu illər keçdi, hər il məhəttal qaldım ki, vau, bir uşağı da oldu. Amma onlar yəni tam məişətə yapışıq şəkildə yaşamadılar. Bu misalı niyə çəkirəm? Biz bayaq danışanda lap geriyə qayıtdıq. Orada hətta mənim uşaq amili belə ağlıma gəldi ki, ana elə bil ki, uşaqlardan daha çox məhsul olur, onu böyütmək anlamında və bəlkə də bu biraz bizi kənar qoya bilər də, daha belə böyük cəsarət tələb eləyən işlərdə işləməyə. Amma məsələn Qazaxıstan kimi yerdə siz deyirsiniz ki, bizdən yüksəkdir və onlar məişətləri də yəni asan deyil bizim. Çox uşaqlılıq qadının məişətini əslində çətinləşdirən bir amildir. Yenə də, yəni bir azadlıq şeyi var. Ola bilər ki, bu daxili bir şeydir oradakı insanlara Hə, bax o xasdır. maraqlı idi. Yəni step insanlarıdır. Yəni ki, onlar üçün azadlıq və daima hərəkətdə olmaq şeyi var da. Yəni o məsələlər var. Çünki məsəl üçün Özbəkistan daha oturmuş, daha konservativ bir cəmiyyətdir. Din də daha güclüdür orada və qadının rolu da fərqlidir. Qazaxıstanla müqayisədə. Qazaxıstan o mənada daha progressivdir. Həm etnik tərkib baxımından, məsəl üçün ruslar, almanlar və s. daha qarışıqdır, həm də şeydir. Amma bax, sənin dediyin məsələ də var ki, müəyyən bir ənənəyə sadiqlik də var. Bəli, böyük ailə daxilində yaşayırlar həqiqətən. Qazaxlarda maraqlı indi bir başqa bir məsələ də odur ki, onlar sanki xalq olaraq, millət olaraq hiss edirlər ki, çox böyük ərazidə çox az əhali ilə yaşayırlar. Yəni 2,7 milyon kvadrat kilometr əhali, yəni bu nəhəng bir şeydir, ərazidir və orada cəmi 20 milyon adam yaşayır. 15 milyon idi, son illərdə artdı və 20 milyona yaxınlaşıbdı və orada əslində çox belə instinktiv səviyyədədir o şeylər, o artım. Qazaxlar etnos olaraq onlar çoxalmaq istəyirlər. Və ona görə də məsəl üçün orada belə bir drive var. Yəni ümumiyyətlə var belə bir kes ki, falan yerdə məcburi icbari tutaq ki, kvotalar qoydular və ondan sonra qadınların ictimai siyasi fəallığı artdı. Yəni ona görə yox ki, elə məcburiyyət oldu, amma ondan sonra da bir sıçrayış oldu. Yəni demək istəyirəm ki, biz buradan başlayıb 1000 ildən sonra belə inkişaf eləyə bilərik. Yəni başlanğıcı bu ola bilər. Yaxşı sualdır. Yəqin ki, baxmaq lazımdır. Bu araşdırmalara baxmaq lazımdır. Mənim işlədiyim ölkələr, bunlar yeni kvotanı tətbiq eləməyə başlayırlar. Yəni postsovet ölkələri idi. Ona görə biraz çətindir hələ demək ki, məsələn, bunun effektidir. Yəni təsiri necə olacaq? Amma ən azından məsəl üçün mənə elə gəlir ki, bunun bir psixoloji təsiri də var. Yəni o qadın lider anlayışına ki, məsəl üçün qadınlar daha çox qadınları görürlər. Amma siyasətdə çox belə çox qəribə belə incə məqamlar da var. Məsəl üçün mənim yadıma gəlir ki, Gürcüstanda 2013-cü ildə biz prezident seçkilərini qiymətləndirirdik və bir qadın namizəd var idi, prezidentliyə namizəd var idi. Bir QHT-nin rəhbəri idi. Çox uşaqlı analar QHT-si, necəsə belə bir adı var idi. Orada hətta bir Nino Burcanadze var idi, keçmiş parlamentin spikeri.
o da namizəd idi və bu qadın da namizəd idi. Və biz sonra insanlardan maraqlanırdıq ki, məsəl üçün qadınlardan xüsusilə siz qadın namizədlərə səs verəcəksiniz, soruşurduq və əksəriyyəti yox deyirdi. Yəni ki, o qadın namizədə məsəl üçün səs vermək belə bir dayanışma, belə bir şey yoxdur. Həmrəylik yox idi orada. Və siyasətdə, seçkidə də bu məsəl üçün əslində biraz müəmmalı məsələdir ki, məsəl üçün qadın siyasətçiyə qadınlar daha mı çox güvənəcək, daha mı çox səs verəcək? Bu da biraz şeydir. Amma yəni ki, çox güclü qadın liderlər yetişir müxtəlif ölkələrdə, müxtəlif deməli sahələrdə, siyasət olsun, vətəndaş cəmiyyəti olsun, elm olsun və s. Və təbii ki, yəni mühit yaxşıdırsa, onlar daha çox özlərinə yer tapa bilirlər. Burada çox yenə də bir məsələni də mən deyim, bu biz ictimai və siyasi sahəni düşünürük, yəni o haqqda danışırıq, amma bir elə bir ki, addım geriyə düşsək və ya aşağı belə deyək, sosial müstəvidə münasibətlərə baxsaq, mən məsəl üçün bəzən işlədiyimiz ölkələrdə fikir verirəm ki, məsəl üçün qadınlar uşaq vaxtından necə onlar tərbiyə olunurlar, necə formalaşırlar da. Yəni ki, valideynlər qız uşaqları ilə necə davranırlar, hansı təlimlər, hansı belə deyək, istiqamət, tədris və s. Bu mənə gəlir ki, çox böyük rolu var. Yəni o gündəlik həyatda qız uşaqlarının tərbiyəsi, onların böyüməsi, hansı formatlarda olması, çərçivələr, qaydalar və s. onlar üçün. Bax, çox maraqlı bir кейsi deyim sizə. Biz Ukraynada işləyəndə, Donetskdə, orada bizimlə bir yerli həmkar işləyirdi. Single mother, yəni ki, tənha ana. Tənha ana. Və bir qızı var idi. Sonradan onlar Lvova köçdülər, çünki Donetsk separatistlərin əlinə keçdi və s. Bunlar da yəni Ukrayna tərəfdarları olduğu üçün didərgin düşdülər. Bu qadın, məsəl üçün, o qızı o qədər fərqli dərnəklərə, nə bilim, qruplara, şeylərə aparırdı. Məsəl üçün, sirka gedirdilər, onlar orada nəsə akrobatika öyrədirdilər ona. Sonra Krım tatarları köçüb gəlmişdilər, onlardan ərəb dilini öyrənirdi bu uşaq. Quran, nə bilim, oxuyurdular, nə edirdilər. Başqa bir yerə gedirdi, nə bilim, musiqi ilə məşğul olurdu. Sonra, nə bilim, poeziya ilə məşğul olurdu. 7-8 yaşı var idi, belə balaca bir qız uşağı idi. Amma o qədər sərbəst idi, o qədər rahat idi. Danışmaq o ilə çox maraqlı idi. Ünsiyyət, sərbəstliyi, azadlığı. Məsəl üçün, bunlar mənə elə gəlir ki, çox ciddi şeylərdir. O ictimai-siyasi rəqabətə girə bilmək yolunda. Hətta Azərbaycanda da fikir versən, məsəl üçün etnik rusların, yəni Azərbaycan vətəndaşları da onlar da artıq bir əsrdir burada yaşayır, amma etnik ruslar uşaqlarını daha çox aparırlar. Məşğələlərə, aktivliklərə, əlavə dərnəklərə və s. Və Azərbaycanlılar, yəni baxmayaraq ki, Azərbaycanlı daha çoxdur, amma biz bəs uşağı harasa aparanda orada etnik rusları daha çox görürük. Yəni orada görürük ki, onlar bizdən eyni qədərdir. Həmin o dərnəyə, həmin o məşğələyə girəndə sən fikirləşsən ki, Azərbaycanda ruslarla Azərbaycanlılar eyni saydadır. Çünki oradakı reallıq eyni. Amma çıxırsan çölə görürsən ki, 5000 adamdan biri sadəcə etnik rusdur bu ölkədə. Və bu çox maraqlı, əslində sosiallaşma fenomenidir. Yəni uşağı çox erkən vaxtlarından, yaşlarından siz cəmiyyətin müxtəlif seqmentlərində sosiallaşdırırsınız. Nə bilim, rəsmdən tutmuş, idmana qədər və s. və s. İndi bizdə də bu çoxalır. Mən görürəm ki, məsəl üçün, indiki nəsil, hansı ki, artıq uşaqlarını tərbiyə edirlər, onlar daha çox yatırım qoyurlar elə bir ki, uşaqlara da. Amma yenə də, yəni, nəsə elə bir ki, tam çatmır. Yəni, nəsə çərçivələr mi deyim, yəni ki, o Nə məsələn? Mən soruşacaqdım elə yeni nəsildən nə gözləyirsiniz? Klişe olmasın, nə gözləyirsiniz yox, amma yəni yeni nəsil nə göstərir. İndi siz özünüz biraz cavab vermiş oldunuz. Amma həm də dediniz çatmır, nə çatmır məsələn? Ola bilər ki, yəni bizim ümumiyyətlə cəmiyyətin ümumi mühiti sərbəst
olmadığı üçün, açıq olmadığı üçün uşaqlar, gənclər böyüdükcə onu hiss eləyirlər. Və mən məsəl üçün hiss edirəm ki, insanlarda bir kənara getmək, buradan uzaqlaşmaq, daha fərqli, daha böyük bir yerdə olmaq istəyi var gənclərdə. Yəni bu ən rahatı bunun təbii ki, təhsil yoludur. Amma yəni ölkədən getmək tendensiyası güclüdür. Mən elə gəlir gənclərdə. Yəni Orada daha asan görünür, hər şey açıq daha görünür. asan görünür. Əslində çətindir, amma Hə, yəni ki, nəsə belə bir xəyal var ki, orada daha yaxşıdır. Məni daha çox düşündürən bax o bayaq dediyim məsələdir ki, o uşaqların necə Sizə böyüməsi, belə bir sual onların vermək istədim. Düz sən artıq cavablamısan müəyyən mənada, amma e, bu gün 30 yaş üzərində qadınları hər hansı bir şəkildə dəyişmək və onları həm sosial, həm ictimai, həm də siyasi aktivliyi bərpa etmək mümkünsüzdür. Amma biz gənclərlə işləyirik və gənclərlə nələrsə edə bilərik ki, ən azı 10 ildən sonra, 15 ildən sonra cəmiyyətdə o balans formalaşsın. Yəni bu qədər disbalans olmasın. Nələr edə bilərik? Yəni Başlanğıc ilkin üçün. olaraq başlanğıc üçün nə tövsiyələr eləyərsən? Onsuz da gənc qızlar indi daha aktivdirlər, daha maraqlıdırlar iştirak etməyə, hər şeyə. Yəni daha sərbəstlər. 15 ildən müqayisədə indiki gənc qızlar Z generation məsəl üçün çox atılqandır, çox tələbkardır həm də. Bizim göstərdiyimiz o problemlər onlarda yoxdur da, yəni bizim vaxtımızda olur. Amma onlar da əslində bilmirlər ki, necə nələri etməlidirlər ki, 15 ildən sonra, 30 ildən sonra həm də balansı bərpa edə bilsinlər. Mənə gəlir ki, burada əslində müəyyən bir proses var ki, o başlayıbdır artıq. Yəni ki, bu artıq 10 ildir, 20 ildir ki, bir Amma qadın yerində sayır sanki proses. Next level atlamaq üçün nələr lazımdır? bəlkə bilmirəm indi məsəl üçün mən Kör təbii gedir. Bilmirəm, bəlkə kör təbii getmir, mənə kör təbii gedirmiş kimi gəlir. bayaq mən o iqtisadçı qadın məsələsini elə belədən demədim. Bu mənə məsəl üçün çoxdan da düşünürəm də bu haqda ki, gənc qızların, qız uşaqlarının böyüməsi. Deyək ki, məsəl üçün bax bu valideynlərə bunu necə təlqin etmək? Məsəl üçün onlara daha çox azadlıq versinlər, daha çox imkanlar yaratsınlar. Düzdür, bu dediyim kimi həm baş verir, hardasa orta sinifdə, orta və üst sinifdə bu baş verir. Amma o aşağı siniflərdə biz bilmirik ki, bu baş verirmi, vermirmi? Oğlan uşağına daha çox deyək ki, prioritet verilir, nəinki qız uşağına. Bu məsələlər var. Nə bilim, yəni Nə bilim. bir dənə də sual verim. Deməli başlayanda dedim ki, hələ ki siyasi rejimləri, dini kənara qoyaq. Yəni onlar daha çox mübahisəli mövzulardır. İndi istəyirəm qayıdaq. Bayaq dedi ki, o ixtisasda qadınlar yoxdur, digərində dinə gələndə bir dənə qadın peyğəmbər yoxdur və yaxud da ki, bizim biləcəyimiz, görəcəyimiz, tanıyacağımız bir müqəddəs bir varlıq qadın deyil. Hətta insanlar Allahı belə təsəvvür eləsələr, kişi təsəvvür eləyərlər, nəinki qadın təsəvvür eləyərlər. Din yarandı, din də əslində belə baxanda davranış normalarıdır da, yəni ictimai münasibətləri tənzimləmək üçün davranış normalarıdır ki, hansı ki, indi də hansısa siyasi rejimin mənafeyini müdafiə eləyir, onlar da şəriət qanunlarını tutaq, İslam dininə əgər misal çəksək. Amma ki, müqəddəs anlayışı var, yəni bu dəyişməyəcək də. Biz yəni fiqh götürsək, müsəlman hüququ gəlsə indi müqəddəs kitaba, biz referendum keçirdib onu dəyişdirə bilmərik ki, bugünkü ictimai münasibətləri tənzimləyə bilsin də. Hansı dövrdə yaranıbsa elə o ictimai münasibətləri tənzimləyir və məcbur olaraq indiki ictimai münasibətlər ona uyğunlaşdırılır da. Məsələn, hansısa ölkədə Referans olaraq götürülür. hansısa ölkədə qadın tutaq ki, daşqalaq olunub öldürülür. Bəlkə də indiki münasibətlərə uyğun deyil, amma olunur da. Din də bu formada İndi sual versəm ki, qadınları qısıtladı, deyəcəksiniz, hə. Sadəcə olaraq necə oldu ki, din də kişini üstün bildi? Yəni orada da gücdür. Yəni onun da əsası, əslində orada da hakimiyyət var, orada da güc var. Yəni dində də, müqəddəsə gələndə də, peyğəmbərə gələndə də orada da kişi oldu. Yəni
o Əslində bəs orada mən həmişə şübhələnirəm ki, orada nəsə bir şey var. Hə, yəni Yəni desək qadın da, kişi də spor düşür ki, yəni din eləyir, amma deməsək də, amma eləyir. Məsələn, kimsə danışır, şərh verir, suala cavab gözləmirəm, fikrimi demək istəyirəm, üzr hesab edin. Deməli, çox məşhur dini ekspertlərdən biri danışır, deyir ki, düşünülür ki, qadın tərəfinə danışır, özü də elə düşünür, deyir ki, qadınların borcu deyil evdə işləmək İslamda. Qadınlar bunu eləyirsə sədəqə eləyir, ev yığışdırmaq, uşaq baxmaq. Axırda deyir ki, qadınlar bunu könüldən eləməlidirlər. Əslində boynuna qoyur da, yəni qadının. Yəni hardan baxırsan yox da, yəni kişi daha ali varlıqdır. Bayaq misal ona çəkirdim ki, vərəsəlik hüququnda da daha ali varlıqdır. Ola bilər bugünkü hüquq normaları əsasını götürsün, amma təkmilləşdirilib, bugünkü ictimai münasibətlərə uyğunlaşdırılır da, seçkiyi keçirdirik, dəyişdiririk. Amma bu faktdır da, yəni orada da kişilərdir və qadınlar asılı varlıqdılar sanki. qabırğadırlar. Dində vəbşi qabırğadılar. Yəni fəlsəfədə qabırğa deyil, amma bəs dinə gələndə biz kişi qabırğasından Yəni necə yaranmışıq. olmuş ola bilər ki, kişinin- bir dənə də qadın peyğəmbər yoxdur, bir dənə də qadın peyğəmbər Qadın çıxmadı, peyğəmbərdən norma sonra- yaratmadı, yazmadı. Peyğəmbərdən sonrakı da, yəni dini başqanlar, Yəni dini problem idarə bizdədir, edicilər. elə çıxır. Biz istəmədik, yəni qadın istəmədi, qadın cəhd eləmədi. Yəni necə oldu yəni bu? din patriarxal sistemdir. Yəni dövlət kimi təxminən bir sistemdir. Yəni mənafi Çünki- olub orada da mərkəzi güc və Hə, yəni belə deyək də maskulin əsasları olan bir şeydir. Yəni ki, təxminən doğru Patriarxata desək xidmət edibdir. kişilər yaradıbdı. çünki hakimiyyət də kişidədir, din də hakimiyyətin İdi. İdi. Sadəcə yəni İdi. ki, idi. yəni o yarananda, Hə. bilirsiniz necə deyilib ki, bunlar transformasiya olur da. Məsəl üçün əslində din bizim bildiyimiz, məsəl üçün İslama yox, daha çox xristianlığa aid eləmək olar bu. Din əslində dövlət idi başlanğıcda. Siz əgər baxsanız, məsəl üçün tarixən müəyyən funksiyalar var ki, sosial funksiya, iqtisadi funksiya, fiskal və s. ki, hansı ki bu gün dövlət eləyir, onları vaxtilə kilsə eləyirdi. Məsəl üçün tibb. Niyə məsəl üçün o həkimlər ağ xalatlar geyir, məsəl üçün o şeylər, onlar hamısı dindən, o rahibəlikdən gəlir də, yəni o O ideologiya. tibb şeyə aid idi, dini təsisat idi. Yəni o xəstəxanalar və s. o şey idi. Təhsil, məktəblər, Mədrəsələrdən nə bilim bir çox məsəl üçün siz kilsəyə baxsanız və universitetə baxsanız format çox vaxt eynidir də. Məsəl üçün orada kafedra necə qurulur, şey eləyir. Yəni ki, bunlar hamısı bir-birini təkrarlayan sistemlərdir. Yəni dindir, dövlətdir və s. 20-ci əsrdə dövlət dinə qalib gəlir. Zaten bu sekülərizm anlayışı da burada yaranmağa başlayır. Yəni sekülərizm bizim bildiyimiz mənada dinin dövlətdən ayrılmasıdır. Amma əslində sekülərizm dövlətin dinə qalib gəlməsidir. Güclə, bəli, dövlətin dinə Dini güclü ikinci olmasıdır. şeyə atır. Yəni ikinci dərəcəli bir institut edir. Dövlət önə çıxır. Respublikalar, nə bilim, hökumətlər və s. və s. Amma baxın, dində belə, məsəl üçün orada da fərqlər var da. Deyək ki, xristianlıqda müqəddəs Məryəm var, İsa'nın anası. Və bu Bizdə də var, Çox- baxsaq qadın anlayışları. var, amma o qədər deyil. Burada yəni bizdə də Məryəm çox əslində mərkəzi fiqurdur amma yəni xristianlıqda. ümumilikdə əsas qəhrəmanın anasıdır, əsas qəhrəmanın bacısıdır, Bəli, dünyaya əsas gətirən, qəhrəmanın bəli. həyat yoldaşıdır. Xristianlıqda müqəddəs qadınlar çoxdur və müqəddəs qadınlar hamısı tək deyillər. Kimisə anasıdır, kimisə bacısıdır, kimisə həyat yoldaşıdır. Yəni hamısı bütün müqəddəs qadınların hamısının bir rolu var. Cəmaatın Yəni, anası başçısına gəldi. Mənə elə gəlir ki, xristian dünyası, ümumiyyətlə yəni o coğrafiya qadın hüquqları baxımından bəlkə də daha irəli gedə bilməyinin səbəbi həm də odur ki, Demək ki, bəli, bariz Məryəm var. təsiri var. Yəni ictimai və Güclü fiqurları var. görünən, məsəl üçün onun ikonaları var hər yerdə. Bütün nəm kilsələrə girirsən, onun haqqında danışırlar. Yəni qadın orada var, mövcuddur, ictimai müzakirədədir.
və görünəndir. Bu birisi dinlərdə o qədər şey Bəli, deyil. ya İslamda ümumiyyətlə görünmür. Görüntüsü İslamda yoxdur, görünmür, şəkli yoxdur. Yəhudi- Məhrəmdir, yoxdur. qorunulmalıdır, Təsviri gizlədilməlidir. Katoliklərdə İtaliyanı siz görürsüz də, yəni o qadın ana məsəl üçün kultu çox güclüdür. Yəni Vatikanda İtaliyada. iki şəkildə, iki təsvirdə biri qadındır. Onlar üçün qadın artıq gizlədilən məxluq deyil. Qadın göz önündə olan bir Yəhudilikdə, məxluqdur. məsəl üçün Yəhudilərdə də qadın xətti əsasdır. Yəni şeydə, irsdə, yəni mirasda, nəsildə qadından hesablanır. Ana Bəli. xətti üzrə gedir. Ana xətti üzrə gedir və s. Qadınların saçını gizlətməsi bu sadəcə İslama aid bir şey deyil. Xristian dini də eyni şey eləyir. Başlanğıcı Yəhudilərdə gəldi. ümumiyyətlə saçın qırxır qadın ərə getdikdə və bu bir itayət simvoludur. Simvolik olaraq. Eləcə də yəni ki, xristianlıqda da yəni ki, qadının saçını qapatması, saç nəsə bir şey mövcudluğu Azadlıq üsyan. rəmzidir. Hə, Üsyan, bəli, azadlıq azadlıq. rəmzidir saç. Hə, və bu sonradan bu da çox maraqlıdır ki, bu sonradan bu saç məsələsi sekulyar sistemlərdə də başlayır bu tətbiq olunmağa. Məsəl üçün ordu və həbsxana məşhur bu şeylərdir də, örnəklərdir ki, insan ora düşən kimi saçını yığışdırırlar. İtayətin şeyidir bu. Çox- Gəldik çıxdıq ki, yəni Uzağa. təsir eləyir. Hə, Amma niyə qadınlar yoxdur? O sualın cavabını yəqin heç vaxt bilməyəcəyik. bu maskulin sistemlərdir, patriarxal sistemlərdir. Bu yarandığı zaman, bu dinlərin yarandığı zaman ki, 1-ci əsr, 6-cı, 7-ci əsr və s. bu artıq yəni ki, patriarxal sistemlərin yarandığı dövrlərdir. Yəni bu din məsəl üçün 5000 il əvvəl yaransaydı, matriarxat dövründə yaransaydı, yəqin ki, fərqli şeylər olacaqdı. Amma yenə də bax gördüyünüz kimi Yəhudilikdə, xristianlıqda o qadın elementləri elə bir ki, hardansa çıxır üzə. Dini mifologiyada da bütün peyğəmbərləri kişi kimi göstərirlər. Biz dini mifologiyanın hara kimi getdiyini dəqiq bilmirik, amma Hə. yəni Nuh da kişi idi Peyğəmbərlər yəni. kişi göstərirlər. Dediyim kimi, yəni ki, bu məsələn patriarxal sistem. Qədim Yunan mifologiyasına baxın. Düzdür, Yunanıstanda məsəl üçün o bayaq danışırdıq ki, demokratiya əslində kişilərin, azad kişilərin iştirakı idi. Nə qullar, nə qadınlar iştirak edə bilməzdilər şeydə, siyasi işlərdə. Qədim Yunanıstanda. Halbuki bu, yəni demokratiyanın beşiyi idi. Amma digər bir mənada, məsəl üçün mifologiyada qadın Allahlar, tanrılar qadın var da. tanrılar. Yəni ki, tanrıçalar, məsəl üçün Afrodita var, Venera var. Mənim məsələn qızımın adı Burladı. Türk mifologiyasında döyüşçü qadın deməkdir. Yəni igid qadın. Çoxdur. Umay adı da var orada məsələn. Maraqlıdır ki, əsas başında yenə kişilər idi. Əsas tanrılar yenə kişilər idi. Ağsaqqallar. Ola bilər ki, belə daha asan olub. Yəni dedim bayaq ki, ictimai normalardır əslində dində. Ola bilər ki, qadınların indi düz deyim, misal çəkdik ki, çox fərqli yanaşmaları olub. Məsələn, xristianlıqda Məryəm ana anlayışı olub ki, o da özünü indi göstərir, deyirsiz. Amma hansında ki, kişi daha basqındır və qadınlar daha asılıdır. Yəni səbəb olaraq ola bilər bu cəmiyyətləri belə idarə etmək daha asandır. Əslində bu hərbiçilər tərəfindən başlayır da bu dövlətlərin qurulması, tarixən ən güclü əlində silah olan, ölümə gedən və s. kateqoriya. Bu kişilər, hərbiçilərdir. Tarix bax bu elementlərin üzərində qurulmağa başlayır. Dövlət və dövləti təşkil edən əli silahlı kişilər. Güc yəni. Hə. Gəlib gücə çıxaraq. Yəni ki, əvvəl sadəcə gedirdilər, haransa dağıdırdılar, tökürdülər, yandırırdılar, şeylər götürüb gəlirdilər də. Qənimət. Sonraki işğal anlayışı var da, yəni ki, başlayırlar haralarasa tutmağa. Oranı idarə eləmək lazımdır. İdarə eləmək üçün başlayır dövlət qurulmağa. Bürokratiya, Mərkəzi nə bilim hakimiyyət. şey. Sonra başlayır ideologiya qurulmağa ki, Ram nə bilim, eləmək üçün. din məsəl üçün məsələsi ortaya çıxır. Bunların hamısı dediyim kimi, yəni o güclü, qolu zorlu kişilər başlayıbdı nə vaxtsa. Və o ənənə davam eləyir bu günə qədər də. Yəni gücə gəldik çıxdıq əslində. Elə başdan Hə. verdiyim suala. Amma baxın, bax burada
çox indi 20-ci əsr, yenə də 20-ci əsr niyə həllədicidir? Baxın, 20-ci əsr nə edir? Deyir ki, boş yer yaradaq. Məsəl üçün bu şah, kral və s. bu olmasın. Bunu götürdük. Səs çoxluğu olsun. Empty space, empty place deyirlər də. Yəni ki, boş bir yer var. Mütəmadi olaraq kimsə gəlsin otursun orada. 4 ildən bir, 5 ildən bir. Amma bu yer boşdur. Boş sayılsın. Yəni ki, əsasında, məğzində bu boş yerdir. Və bu da şeydən gəlir. Məsəl üçün bu İngilis inqilabı, Fransız inqilabı və s. və s. ki, orada insanlar şeyə qarşı başladılar da, krala qarşı, burjua oradan çıxdı, filan kəs buradan çıxdı. Gördülər ki, artıq bu krallıq sistemi işləmir. Başladılar bu cür bir forma qurmağa, demokrat. Və məsəl üçün 20-ci əsrdə həm də ona görə, indi bilmirəm, yəni ona görəmi, amma niyəsə görə qadın hərəkatı ortaya çıxır. Yəni Əslində yəni o patriarxal bəli. deyək O boş ki, yerə mən də otura bilərəm əgər boşdursa. hə, Yəni yəni belə deyək də o ağsaqqalların hakimiyyəti artıq başlayır sarsılmağa da. Çünki iddia edə bilən qruplar çoxalır. Burada da qadınlar da bir qrup kimi formalaşır və İngiltərədən başladığı biz sufrajistlər. Sufrajistlər çıxdı dedi ki, bizim niyə seçki hüququmuz yoxdur? Xeyr ola. İnsan Biz- deyilik. Hətta yəni ki, biz də səs verə bilərik və s. və s. Orada məsəl üçün onlara qarşı nə boyda müqavimət var idi da. Qadınların özü də müqavimət göstərirdi onlara, kişilər də və s. Dolayısıyla, yəni 20-ci əsr ki, o demokrasi şeyini yaradıb, boş yer qoyubdu. Müxtəlif qruplar artıq iddialı olmağa başlayır ora və qadınlar da bu qruplardan birinə çevrilir və başlayır güc toplamağa, siyasi. həmin dövrdə o yarandı ki, qadın işçi qüvvəsinə çevrildi. İşçi qüvvəsinə çevriləndən sonra o sadəcə öz ailəsinə xidmət etmirdi, həm də ümumi Cəmiyyətə cəmiyyətə xidmət xidmət edirdi. Əgər mən bu ümumi cəmiyyətə xidmət edirəmsə, sən də ümumi cəmiyyətə xidmət edirsənsə, sən ora gedib otura bilərsənsə, niyə mən gedib ora otura bilməyim? Yəni artıq bizim xidmətimiz eynidir. Xidmətimizi o vaxta kimi qadının ictimai xidməti yox idi. Yəni qadın sadəcə məişətdən ibarət idi. 20-ci əsrdə dedik ki, gedişat qırıldı da, qadınlar Qırılır. 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 Hələ ki indi ordayıq. Elə sualım odur ki, bu gedişatı necə görürsüz? Bir pozitiv olmayaq, yaxşı tutaq ki, bir 1000 ildən sonra. Yox da, bir il yox da. Yaxşı da olsun, tutaq ki, mücərrəd bir şey deyirəm. Olmayın. 2 əsrdən sonra geriyə qayıdıb insanlıq deyəcək ki, ha, bax, əvvəl belə idi, amma indi 20-ci əsrdən sonra dəyişdi və indi qadınlar da tam siyasi fəaldılar. İctimai demirəm, hətta siyasi deyirəm, ictimaidə biraz yumşaqdır. Gedişat onu göstərir. Elə sizin sualınızı biz 200 il bundan əvvəllə müqayisə etsək və ya 100 il əvvələ götürək. Deyək ki, orada daha çox bizdə material var da. Məsəl üçün 150 il əvvəl bizim maarifçilik dövrü başlayan 1870-1920 o dövrdə biz baxırıq ki, məsəl üçün bizim yazıçılar, şairlər, sənət insanları necə təsvir edirdilər cəmiyyəti? Məsələn, qadının rolu çox fərqlidir də. Yəni ki, məsəl üçün biz bu gün oturmuşuq burada podkast eləyirik. Məsəl üçün bu 150 il ərzində baş verən dəyişikliyə baxın siz. Yəni qadınların təhsili baxımından. Yəni biz hardaydıq? İlk qadın məktəbini açanda Zeynalabdin Tağıyev nə boyda müqavimət var idi, yerli, ənənəvi, dini cəmiyyətdən. Onlar etiraz edirdilər. Ancaq deməli Rusiya imperiyasının, Tsaritsanın müdaxiləsindən sonra müsəlmanlar burada icazə veriblər şeyə. İcazə veriblər, yəni ki, məcbur olublar. Çünki oradan, Peterburqdan məktub gəlib ki, yəni qarışmayın bu məsələyə. Ondan sonra Tağıyev Yəni uşaqları pozitivsiz. göndərməyiblər. Yenə gedən uşaqlar şey olub. deyirlər də, yəni Rus cəmiyyətidir, Gürcü cəmiyyətidir burada yaşayan və bir neçə ağanın qızı. müqayisəlidir hər şeydə, yəni nisbidir. Deyək ki, nə bilim İngiltərədir, Fransadır, Hollandiyadır. Baxsaz, yəni ki, orada necə inkişaf eləyir bu məsələlər. Lap elə Gürcüstandır. Yəni Hə, çox iqtisadi yaxınımız. baxımdan Çox güclü bizə olmasalar da, zəifdirlər. çox zəif olsalar da, bəs sosial baxımdan orada qadın sərbəstdir, azaddır. İstehsal da var, qadının da orada rolu var və Qadın azaddır, daha azaddır. Qadın azaddısa o deməkdir ki, o həm də siyasi iştirakçılıq
onun üçün daha əlçatandır. Mövzu uzundur. Uzun Səhərə və kimi- maraqlı. səhərə Uzun və kimi maraqlı danışmaq olar, amma- mövzudur. Çox sağ olun bizlə müzakirə təşəkkür elədiyiniz edirik. üçün. Siz də çox sağ olun. Hər şeyə görə, belə maraqlı, provokativ suallara görə. Hətta Yəni Biz ehtiyat edirik. ümid edirəm ki, faydalı oldu hamı üçün. Biz də ümid edirik. belə dostlar, növbəti söhbətlərimizdə görüşərik. Hələlik.